David Qurbanov tramvayı görürsən arxada. Bəh, bəh, bəh. Bu da tramvaydır. David, sənin qeyrətinə sox. David, sənin erməni anamın əmzəyini itəliyim. David, sənin arvadımın, qızımın dilini üstünə atarım. Sənin adamın gəlib mənlə Strasburgda görüşdü, 150.000 pul təklif elədi. Sonra sənin 10 videolu pozdurdu. Nə İlhamın, nə Mehribanın. Sən də elə Ramiz Mehdiyevin qəhb adamlarındansın. Buradan da Əlin Ağıyevə səslənirəm. Əlin Ağıyev, niyə anavı söydürürsən? Niyə prezidenti, vitse-prezidenti söydürürsən? Niyə David Qurbanov həbs olunur? Niyə David Qurbanovun adamı gəlib mənə 150.000 avro pul təklif edib? Dəfələrlə demişəm, bunun haqqında cinayət işini başlatmırsan. Ay oğlaç, ay anası qəhbərin Ağıyev, ay arvadı qəhbərin Ağıyev. Niyə də? Demirsiniz ki, biz teröristiyik, biz inqilab edirik, biz vətəndə çevriliş eləmək istəyirik. David Qurbanovun adamı gəlib mənlə Strasburgda görüşüb və 150.000 pul təklif edib. Və bunun qarşılığında da deyib ki, videoları poz. Mən də demişəm, mən kanal satmıram. 150.000 əzədə kanal satmıram. Mənim haqqım İbrahim Mikrəmin tərəfindən pozuldu. Aydındır. Sonra da öz 10 videosunu pozdu. Ona görə də bax, bu tramvayı David Qurbanovun erməni anasına itəliyirəm. 1000 video çəkəcəm David Qurbanov. And olsun Allah'ım. 90'dır, 95'dir, bilmirəm, şok tipdir. Və buradan Əlin Ağıyevə müraciət edirəm. Nə anamı söydür, nə prezidenti, nə də vitse-prezidenti. Gör David Qurbanovun arkasında dayanan Ramiz Mehdiyevdir, yoxsa yox. Ramiz olmasaydı İlhamı Mehribanı söydürməzdi. David Qurbanov, bax, tramvayları görürsən. Köhnə tramvay. İtələdim. Əliçqa, hərəkətə get. Tramvay da orada da yaşasın rəhmətlə.